Assalomu alaykum azizlar, hurmatli kanallarimiz kuzatuvchilari azizlar. Videoni o'tirmay ko'rishingizni tavsiya qilamiz, chunki sizlar uchun bugun ajoyib joydan ajoyib xonadonimiz sotuvga chiqdi. Manzilimiz zo'r joy. Xonadonimiz ham toza dom, etaj ham 3-etaj, xonasi ham 3 xonali, Yevro remont, toza dom, odam yashamagan. Hujjatlar ham tayyor dedilar. Xudo xolasa qo'limizdan kelgancha hamma ma'lumotini bilamiz. Ya'ni manzili, uy egasining telefon raqamlari, hujjatlari va bahosini ham aytib o'tamiz video davomida. Sizlardan o'tirib vнимательно eshitib ko'rish. Yangi azizlar, xonadonimizni video obzorini boshlamasdan oldin o'zimiz xizmatlarimizni taklif etib o'tamiz sizlarga. Bilamiz, ko'p vatandoshlarimiz uylarini sotib yurganlar bor. Sabablari bo'ladi o'ziga yarasha. Qo'limizdan kelgancha tezroq va osonroq sotib berishga harakat qilamiz, agarda bahosi normalniy bo'lsa. Azizlar, ko'p odam bahosini biz endi tushunaylik, sotuvchi albatta qimmat sotasi keladi, oluvchi albatta arzon olgisi keladi, lekin o'zini yurib turgan baholari bo'ladi. U uchun bizga murojaat qilsangiz biza ko'proq bilamiz, chunki shu narsa bilan shug'ullanib kelayotganimizdan 5 yilda oshdi va 5 yil davomida mingdan ko'p vatandoshlarimizni xonadonlik qildik. Bizning kanalni bilasizlar, hamma обязательно hujjat tekshiriladi. Hujjati bo'lsagina reklama qilamiz, bo'lmasa yan tashmaymiz yanni. Чтобы hech kim aldanishini istamaymiz azizlar. Shuning uchun bizlere murojaat qilmoqchi bo'lsangiz, sizlar ham xonadonlaringizni sotmoqchi bo'lsangiz yoki ijaraga bermoqchi bo'lsangiz yoki noturar binolaringizni sotmoqchi bo'lsangiz 91lik 094 27 27 raqamına murojaat qilishlaringiz mumkin bo'ladi va ekranlaringizda yana bayon qismida ko'rsatilgan bemalol telefonlashingiz. Uy egasining telefon raqamlari bayon qismida ko'rsatiladi. Hozir telefon qilmanglar, videoni ko'rib bo'lib, keyin orqadan telefon tinglar, manzillarni tushunib olinglar. Ana keyin bemalol gaplashaveramiz. Manzili Urganch shahrimizning Qoq markazi, ya'ni Urganch shahar hokimiyati. Yanında urologiya, keyin arkasında shviniy fabrikaning dik arkasında joylashgan domimiz ishga o'tiramiz. Bu yana chiqsangiz Mehrobay yana chiqasiz, bu yana chiqsangiz shviniy fabrika tarafga chiqasiz, bu yana ketadigan bo'lsangiz to'g'ri parkning to'g'risidan chiqasiz. Bu xonadonimiz yana aytganimizdek shviniy fabrikamizning arkasında yoki bo'lmasa Mehrobay arkasında desangiz bo'ladi. Eldinda детский площадка bor, ko'rib turganlaringiz, parkovочный месталari bor, besedka zonalari bor, suv, svet, gaz. Eng global narsalar hozirgi kunda bilasiz. Hemen hesaba böyle şərait yeterli. Transport bemalol, halan tarafıca çıksanız ham transport var. Məktəb bakça yan ətrafında, bakçayım da yine. Bakça dik yanınızda oladı. Məktəb hem yolda arayan ötsüz bir əməz 3 məktəb var. İndi özüm hem şöyle de yaşağanmam bir vaxtı. İşi görüp durğan taza domunuz 4 etajlı domunu 3-cü etajında. Gəl aslında girip baramız. 3-cü etajında 3 xanalı. Endi egələrin açı boyunca 92 metr kvadratda joylashgan. Hujjatlar o'yinda qaptargı xonadonlarida, chunki bu yerda yashamaydilar, shu sababli Telegramdan rasman tushirib tashlaydilar. Bo'ladi, bo'lsa sizlarga taqdim qilaman. Hozir ketdik xonadonimizni birinchi chetdan ko'rib chiqamiz. Bo'ldi. Azizlar, xonadonimizga kirib keldik. Ajoyib ko'rib turganlaringizdek zo'r remontdan chiqarilgan. Место положенияsi ham вообще yaxshi joyda, shaharning любой точкасына yaqin joy. Dehqon bozori deysizmi, Amir Temur istirohat bog'i deysizmi, shahar nölikisi, urologiya, xalqaro maydoni, maktab, bog'cha, transport, suv, svet, gaz, yeshisidan muammo yo'q. Hamma sharoit bor deydi. Zo'r joyda joylashgan. Uyimiz ham hozirgi zamonaviy ko'rinishda remontdan chiqarilganingizda ko'rib turganlaringizdek giraverishimiz, ya'ni prixojiyimiz dim katta. Böyle уже hamma yoqada, chunki katta o'ynash evak o'ylan bilasizlar, meni kichkina bo'lgan. Belarimiz yana toza domlarda keng olgan, yana pishenka ruchdan qurilgan dom. Hali ko'p umon qurilganini, toza dom, eldinda parkovочный месталari, детский площадкалari yana ko'rsatdim. Ayaqimizda laminat pollar, narsalarsiz sotiladi ekan. Radiatorlar qo'yilgan, tkanoviy ko'rinishda, ajoyib chiroyli, yarki svetya bo'ylardan foydalanilgan xonadonimizda. Ve görüp turganınızın özgeçen, neobычный görünüştü. Rakoynalarına, yani biri hiç kim yaşamaydı, endi açık mı yok bilinme. Yok, illik ekan, hiç kim yaşamaydı izle biri, şu sebeple ilk öptü. Yaşamanam mı? Yaşamanam mı? Arkalar chiroyli görünüştü kafelerden çıkarılgan. Aynanız tayyor, aynasına qo'yilgan ve her bir elektritsiyasi uchun diniy avtomatla qo'yib o'tirgan. Bu ham e'tibor qilasizlar. Ya'ni elektrikasi yaxshi ishlangan. Ana ko'chadan kiraverishimiz edi. Planirovkasini tushuntirib o'taman, чтобы sizlarga tushunarli bo'lishi uchun, neydi, qaysi xona neydi. Da kuxnyasi. Doğrumuz o'tsak, u onda samishonli sanuzol, ikkinchi chetda xonasi, birisi zal, bunda yana bir xonasi bor. Ya'ni 3 xonadan iborat, metr kvadrati 92 metr kvadratda joylashgan. Gelelim ise ben qismidan ko'rsatmoqchimiz, domimiz patologni bir ko'rsatib o'ting. Chiroyli ko'rinishda figuralar berilgan, yorug'ligi zo'r, hammalar galagellar, undan tashqari ajoyib lyustramizdan tayyor holatda. Eshiklar ham yaxshi eshiklar. Misol eshigingiz 1 million so'mga.
1 milyon 1 milyondan dəpəsi oladı. Götürənlərinizi kiraylı görünüşdə ilə əcəb biz ötürüb həyat halasında. Ya o dişof yeməsə izləyən 300 min, 400 min somluq verməz. Nərsələri indi bilmən GTD deyədilər oxşudu. Həm laminat bu olur. Hə? Ərimci xazları qalada oxşudu. İndi o yanında özlərə gəlişədilər. Götürənlərinizi Nasenika çolub qoyulğan, Airfield, bu yaxşı, əcəb Turetski firmanı ki. Bu niyəmiz gibob düşkən 2 dana köçəyə qaratılğan aynasamba. Gəl. Aşağı kısmını görsəteyim. Birimizəm, kuxnyamızəm kiraylı görünüşdə Otokenta havoylarından çıxarılğan patolog qismi həmmidə yarı oluq, zor oluş üçün qalagillərin kəttəsindən qoyğan əkərlər. Kiraylı oturub bir ovqatlanadığım Mestasan Balkan kuxnyasında. Koridorlarımıza etibar qılınlar. Əcayib ramki alınğan qıylı remontdan çıxarılğan və İvan alibastırda işlənən pökək əməz. Şöyle görün işte. İndi pökək nəməli yaman yeri yox. Prosti və alibastırdan bolsa müstahkəm rak olamı dimizdə. Peki pökək nəmi şimdi kattaları var ya sınmıydı. Birəm radiatorlar həmmi də bayızdı. Aynalar bir nekəm dağıcı kuxniya qaranın boluşuna qətti nəzər plastik ramlarına qoyulğan. Kiraylı görünüşdəyi Otokenta boylarına vurulğan laminat bollardır. Patolog qismlarının düzültülüb təyar halatında. Anamız gecə təbii 3 metrə 3 metr var. 3 metrə 3,5 metr var. Öyünü görüntüsü hakikaten zor. Mesapolojisi görüntüsü hakikaten zor. Hemen her şeyler onun da birimizden çıraylı görünüşte boylardan çıkarılan görüp durğanlarınızın əcayib bana radiatorlu ötülgən aynalı plastik ramlarına dedi bana benim üçüncəm boyunca kəttələrimiz spayinlərsə halasızlamın içində yine duşoyu kabina koyversiniz olar içində. Ya ki indi bekləyib durub qardirobniyə qoysaz olar bəlkə bana spayinlərini koyadan olsazlar. Patolog qismini anladım çıraylı işlətdilər. Cüda gözəl ətib işlənən görüp duranlarınızın. Bunun doğrusunda zalımız indi mənimcə. Ama birini zal qılsanız da boladayıq. Birinin remontu özgəçə, kiraylı, priyatni adamı, hakikaten priyatni zor zötülgən əkən. Görüp duranlarınızın laminat poğullatılgən, ramçı alınğa boyla koyulğan içine. Belki gələcəksə izləyib bu nərsələrindən taşıp getərlər, gərək olsa. Bəyər bir geçkim yaşamanakən taptaza halatında görüp duranlar, spalni yox, üstər kürsü nələ yox, geçkim yaşaman. Patolog qismı zor zötülgən, yarı olaq yaxşı. Da televizorun nə məstəniz? Da kondisioneram qoyğan kəli, o an işlətilməyən taptaza tutdu. Yanında sanuzul. Şunu görün işte izle, kızıktıradan olsa bahası 65 kişi dedi bu. 65.000 dolar aytıbdı da izle. Və təfsil məlumat üçün ən mahkuli ina sizəni kəp tərəflərinizdə pəstə ekranda üye gəzinçili rakamları göstərilgən. Bemalol müraciət qılınlar, gəlinlər, üstündə çəkələcəklər, tartışınlar, gəliş satılası azab oladı. Beyan qismında bizəri telefon rakamlar göstərilgən. Əgər də sizlərəm xanadallarınızı satmaq üçün olsanızlar, bizlərə müraciət qılış üçün 91'lik 094 27 27 rakamına telefon qılışlarınız mümkün. Həmmə rozadarlarını rozaya bilən təbrikliyimiz. Vaxtımıza sağ olunlar, salamat olunlar. Güzel tuğçularımıza rəhmət tapqalamıza bizə üçün like basıb qoyunlar koldan gəlincə, kanalımıza abunə olub qoysazlar, üye gələn telefon rakamları bilə və hüccətləri tekşir edilən halatın deyə xanadalların tapışlarınız mümkün burada izlə. İndi bizə köpəkdə məsləhət verəmiz, bahasını normada qoyunlar köpüyün üçündəsə, indi bizə verib içində yürgəndən keyin, bizə işanıb çakırğandan keyin, bizəni gəpimizə qulaq salışı gərək adam. Səbəb bizə neçə soma satılıb tutdu, neçə som bu çıxqanda satılmayın kapketi tutdu biləmiz. Şu səbəblə izlə, əgər sizlərəm xanadalarını satmaqçı olsanızlar, çakırmaqçı olsanızlar bizəni hüccətlərə boluş şəhərdə bizə üçün üyünüzdür və bahasını normada qoysanız da özləriniz satıb verəmiz. Allah xalasa, nəsib etsin. Əsək güzət gələcək üçün rəhmət deyimiz. Sağ olunlar, salamat olunlar. Rozay Ramazan aylarını
Hamısı ötürü bağla. Küzətken vaxtlarınızda, yok etken vaxtlarınızda razı olmayla izle. Kendi videolarımızda biz etilini. Görüşkünce.